Salam hörmətli fiziki tərbiyə müəllimləri və müəllim olmaq istəyən müdavimlər. Sizlərə bugün qısa vaxt ərzində badminton idman oyunu haqqında ətraflı məlumat verəcəyəm. Badminton eramızdan əvvəl Çinlilər tərəfindən icad edilən badminton oynamağa başlayanda TJZ adlandırılırdı. 1934-cü ildə Beynəlxalq Badminton Federasiyası qurulduqdan sonra bütün dünyaya yayılmağa başlayan badmintonun nə demək olduğu sualına qısaca olaraq raketka və bir növ tüklü topla oynanan tenisə bənzər bir oyun olduğunu söyləmək olar. İlk dəfə 1972-ci ildə Olimpiya oyunlarına nümayiş etdirilib, ikinci dəfə 1988-ci ildə nümayiş etdirildi. Rəsmi formada 1992-ci ildə Barselonada keçirilən Olimpiya oyunları proqramına daxil edilib. Azərbaycanda badmintonun tarixi. Azərbaycanda badminton idman növünün yaranma tarixi 1962-ci ilə təsadüf edir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti mərhum Nazim Əliyev badmintonun sirləri ilə tanış olmuş və badmintonun Azərbaycanda əsasını qoymuşdur. 1962-ci ildə ilk Bakı, 1963-cü ildə İlk Azərbaycan çempionatı keçirilmişdir. Azərbaycan Badminton Federasiyası ABF 1962-ci ildə yaranmış, 1996-cı ildə yenidən təsis edilmişdir. 1997-ci ildən Beynəlxalq Badminton Federasiyasının İBF və Avropa Badminton Federasiyasına üzvdür. Əsas oyun qaydaları: meydança xətti 4 sm ağ rəngdə olur. Xətt meydanın daxili sayılır. Tavanın hündürlüyü 7-9 metr olur. Yəni beynəlxalq yarışlarda 7-9 metr olur. Kart. Kartlar sarı, qırmızı, qara, baş hakimdə qara kart, fişka hakimində sarı, qırmızı kartlar olur. Kartların izahı: sarı kart xəbərdarlıq, qırmızı kart rəqibə xal verilir, qara kart rəqib oyundan kənarlaşdırılır. Komandanın heyəti minimum 5, maksimum 10-12 nəfər olur. Oyuncu dəyişikliyi yoxdur. Oyuncular sifarişi oyundan bir gün əvvəl hakim heyətinə təqdim edilir. Oyun müddəti oyuncu zədə alarsa, texniki məğlubiyyət verilir. Yəni oyun zamanı zədə alarsa, oynaya bilməsə, texniki məğlubiyyət verilir. Oyuncu dəyişikliyi olmur. Cüt rəqəmli xallar sağdan çəpinə, tək rəqəmli xallar isə soldan şaqülü başlanılır. Meydançada yer dəyişmə birinci və ikinci setin sonunda, üçüncü set oynanılarsa, tərəflər 11-ci xal qazananda yer dəyişmə olur. Cütlərlə oyuncular tərəfindən servis edərkən bir xal qazanana qədər müvafiq servis yerinə dəyişdirilmir. Badminton 3 cür oynanılır: təklər arasında, cütlər arasında və qarışıq cütlər arasında. Oyun püş atma yolu ilə başlayır. Badminton oyun minimum 2 hissə, yəni minimum 2 set, maksimum 3 set davam edə bilər. 21 xala qədər davam edir. Hesab 20-20 olduqda 2 xallıq fərqi yarana kimi davam edir. Əgər 29-29 olarsa belə, ilk 30 xala çatan qalib hesab olunur. Yəni 29-29 olarsa artıq burada 2 xallıq fərqi gözlənilmir. İlk 30 xalı qazanan qalib hesab olunur. Texniki taymat hər setdə bir dəfə 11-ci xala çatanda 60 saniyəli, yəni 1 dəqiqə fasilə verilir. Meydançanın adı kort, topun adı valan, xal ralli adlandırılır. Servis atışının başlanması: hesab 0-0 və cüt rəqəmlərdə sağdan, tək rəqəmlərdə isə sol tərəfdən başlanılır. Yəni 0-0 başlananda 0-0 olduğu halda da sağ tərəfdən başlanılır. Hakim heyəti 10-13 nəfər. Hakim fişka hakimi, servis hakimi, 8-10 xət hakimi, 8-12 nəfər də olur. Yarışa baxır. Servis atan oyuncu və servisi qarşılayan oyuncu servis kortlarının məhdudlaşdırılan xətlərə toxunmadan servis atışını hazır bir mövqe tutmalıdırlar. Servis atışı zamanı oyuncuların hər iki ayağı yerdə olmalıdır və oyuncular hazır deyilsə servis atışı icra olunmamalıdır. Volanın dirəyə və yaxud da
tora dəyməsi, meydança xaricində təmas etməsi və xəta vəziyyətlərində volan oyundan xaric sayılır. Volan oyunda olarkən meydançanın kortu məhdudlaşdırılan xətlərdən çölə düşərsə və ya torun altından içəridən keçərsə, hər hansısa addama və ya obyektə dəyərsə xəta hesab olunur. Servis atışı zamanı xal, yəni ralli qazanan tərəf yenidən servisi atışını edir. Raketkanın çəkisi 135-190 qram, volan ilə oynanılır. 16 lələkdən ibarətdir. 4 qram %74 qramdır və 5,5 qram olur. Torun hündürlüyü 1 metr 55 cm, torun eni isə 76 cm-dir. Torun hündürlüyü 152 cm-dən az olmamalıdır. Torun uzunluğu 6 metr 10 cm. Setlər arası fasilə birinci, ikinci set arası da 2 dəqiqədir. İkinci, üçüncü set arası da 2 dəqiqə fasilə olur. Meydançanın ölçüləri tək oyunlar üçün 13 metr 40 cm, 5 metr 18 cm olur. Yəni uzunu 13 metr 40 cm, eni isə 5 metr 18 cm olur. Cüt oyunlar üçün 18 metr 40 cm, eni isə 6 metr 10 cm olur. 3 növün 3'ü də olimpiya növüdür. Yəni burada cütlər təklər üçün dedikdə uzunluğu 13 metr 40 cm-dır, orada fərq eləmir. Təklərdə 5 metr 18 cm olur, təklərdə bu torun eni. Cütlərdə isə 6 metr 10 cm olur.